Biz bu günləri çalışmalıyıq ki, 3000 şəhidin, 30 mindən artıq şəhidin belə deyək, 20 min, 30 mindən artıq qazinin sayəsində geri qayıtmış 20% torpaqlarımızı gələcəkdə də qoruyaq. Bəli. Biz bunu qorumaq üçün də gənclərdə vətənpərvərlik, sizlər, bizlər nə ilə böyümüşdük? Çingiz Mustafayevin kadrları ilə, bizlər televiziya kanallarında, ANS TV-də, digər televiziya kanallarında xalqımıza qarşı olan zülmü, zilləti izləyə-izləyə böyümüşdük və məktəblərimizdə, həmin vaxtda sosial şəbəkə geniş təbliğ olunmurdu, amma məktəblərimizdə müəllimlərimiz bizə vətənə sevgini aşılamışdı. Və ona görə də müharibə zamanı gənclərimiz gözlərini heç nə düşünmədən müharibəyə getdilər. Bu təbliğatın nəticəsidir. Bu günləri əgər biz vətənpərvərliyi təbliğ edən verilişlər, Azərbaycan xalqını ancaq bu fəlakətdən qurtara bilər Heydər Əliyev. İkinci bir adam Azərbaycan xalqını bu fəlakətdən qurtara bilməz. erməni daşnaqçılarının nə olsun ki, müharibə bitib, nə olsun ki, razılaşmalarımız var. Amma onların biz unutqan xalq deyil, yaxı olmamalıyıq unutqan xalq. Bəli, cəmiyyətin böyük əksəriyyəti unutqan cəmiyyət. Gənclərdə milli qeyrəti öldürürlər. Bunun özü bir cinayətdir. Bu nəinki əxlaqsızlığın təbliği. Hətta gənclərdə milli qeyrəti öldürməklə cinayət işinə bax, bunlar cinayətə əl atırlar. Çünki bu günləri biz gənclər bir xalqın əgər məhv etmək istəyirsənsə, bir dilini, bir mədəniyyətini öldür. Bizim bugünkü gündə dilimiz də demək olar ki, dəyişib. Gənclərin yarısı ingilis, yarısı da rus dilində danışır. Azərbaycan dilində danışan gənc çox azdır. Həm də milli qeyrətimiz ölür.